Bəzi mütəxəssis və qeyri-mütəxəssislər var ki, platin-rich plazmada, o PRP-də çox al. Məndə 5 millim alındı, səndə 2 millim. Əslində bizim 5-10 millim deyil. Bizim onun orta hissəsində bölümlü bir hissə var. Plazma ilə və trombositlərin ayrılığı nahiyədə xüsusi bir nahiyə var. Bizə lazımlı olan o nahiyədir. O nahiyəni alıb biz tətbiq edirik. Və bunu da biz insanlara, bizim cəmiyyətə də öyrədirik ki, yuxarıda qalan o sıvıda da təşviq eləyəcəyi əlbəttə ki bir hissə var, amma bizim üçün ən önəmli olan o hissədir. Oranı vursaq, digər hissə də üzə lifting verir, üzü parıldadır, üzü sızanaqların qurutmağa kömək eləyir. Yəni hamısını birlikdə biz belə deyək qarışdırıb bu cür üzə tətbiq eləsək nə gözəl. Yəni bizim müalicəmiz, bizim prosedurumuz daha yüksək səviyyədə, daha xoşa gələr və müsbət biz effekt bir ala bilirik. Yəni vampir terapiya son illərdə mənə ilk başda bir pasiyentim demiş ki, doktor mən vampir terapiyaya gəldim. Belə qaldım ki, vampir terapiya nə deməkdir? Yəni biz də eşidirik, sonradan araşdırıb görürük ki, bu PRP-dir. Platin-rich plazma deyirik biz buna. PRP prosedurudur və o PRP prosedurunu nə dərəcə düzgün edirlər. Bəziləri ona görə görürüz ki, mən elətdirdim 5 seans, heç bir şeyin görmədim. Bu o deməkdir ki, siz bunu düzgün eləməmisiniz. Ona görə bəzi gedir 2 seans eləyir, daha yaxşı nəticə görür. Bəziləri gedir 5 seans eləyir, heç nəticə almır. Bu, mütəxəssisin istifadə elədiyi, uzmanların, mütəxəssislərin istifadə elədiyi məhsullardan nə dərəcə düzgün istifadə edir, ondan asılıdır.